Dəyərli izləyicilər, son dəqiqə bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Tarix Əliyevlə deməli Elgizin verilişi bağlandı. Zaur Nəboğluna isə şiddətli töhmət verilib. Belə ki, Elgiz Əkbər və Tolik'in müəllifi və aparıcısı olduğu veriliş bağlanıb. Bu barədə məlumat yayılıb. Bildirilir ki, Elgizin ARB-də yayımlanan Elgizlə İzlə verilişi canlı yayımlandığı üçün artıq dayandırılıb. Tarix Əliyev isə bu həftə canlı efir qadağan edilib Tarix Əliyevə, ona görə də əvvəlcədən verilişlər hazırlanıb. O verilişlər həftə sonuna qədər yayımlanacaq və Tolik cümə günü tamaşaçıları ilə sağollaşacaq. Həmçinin vurğulanır ki, Zaur Nəboğluna şiddətli töhmət verilib və efirə çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq və bildirilir ki, kanalların heç biri bu məsələyə cavab verməyib, onlara ünvanlanan suallara cavab verməyib. Tarix Əliyevin aparıcısı olduğu verilişin prodüseri isə bu mövzuda